Müsahibə nəticəsində Sumqayıtda keçən toy mərasimi ilə bağlı yeni detallar ortaya çıxdı. Xəbər verdiyimiz kimi Sumqayıt şəhərində 25 may 2025-ci il tarixində Sevgilim Şadlıq Sarayında keçirilən toy mərasimi zamanı Şadlıq evinin rəhbərliyi ilə toy sahibi arasında narazılıq baş vermişdi. Sumqayıt TV olaraq məsələyə aydınlıq gətirmək üçün sözü gedən Şadlıq evinin rəhbəri ilə əlaqə saxladı. Zahir Vəliyev olanlarla bağlı bildirdi ki, mətbuatda gedən informasiya həqiqəti əks etdirmir. Belə ki, məclis sahibi ilə razılaşmaya əsasən toyda kranla çəkiliş, fotopanorama, Sevən Ürəklər dekorasiyası, musiqili banda qrupu, DJ xidməti, xına mərasimi, tüstü və lazer şou, eləcə də tort və dondurma təqdim olunub. Verilən menünün qiyməti isə adam başına 40 azyen təşkil edilib. Toy bitdikdən sonra məclis sahibi ilə halallaşmışıq və bizə heç bir etiraz bildirilməyib. Əksinə Şadlıq evinin xidmətindən razılıq edib. Eyni zamanda Zahir Vəliyev məsələni tam aydınlaşdırmaq üçün qarşı tərəfi, yəni toy sahibinin əlaqə nömrəsini bizə təqdim etdi. Toy sahiblərindən biri olan Vüqar bəydən bir neçə dəfə əlaqə saxlamağa cəhd etsək də əlaqə saxlaya bilmədik. Əldə olunan bu məlumatlar toy məclisinin ümumi nəzərisini aydınlaşdırdı. İzləyici deyil, dost qazanırıq. Abunə ol və bizə qoşul.